Bu videoda mövzumuz 9-cu sinif ingilis dili, ikinci xarici dili olanlar üçün KSG 2-dir. Düzgün bənd sözünün mənası nədir? A group of musicians who play music together. Birlikdə musiqi ifadə edilir. Banda, grup, musiqi qrupu. Choose a correct word that fits the following definition. The words of a song, mahnının sözləri nədir? Lyrics. Complete the sentence with the correct word. Students use their ID cards. Uşaqlar öz pasportlarından istifadə edirlər. Yəni şəxsiyyət vəsiqələrindən nə üçün istifadə edirlər? After hours. To release to stream. Hayır. Stream ilk dəfə. To access the library after hours. For hours olar. 4 hours. Cümlə natamamdır. Burada cümlə natamamdır. Choose a line of irregular verbs. Qaydasız feillərin sırasını. Qaydasızdır. Yəni A variantı. Buy qaydasızdır. Start qaydalıdır. Var yox. Listen qaydalıdır. Release qaydalıdır. Hear qaydasızdır. Record qaydalıdır. Qaydasızdır. Yəni A variantında isə üçü də qaydasız olduğuna görə A variantı. Past participle form, yəni ki, bu arxada öyrənirsə, keçmiş fe'l sifət deməli. Yəni Azərbaycan dilində fe'l sifət 2-də deyirik buna. 3-cü sırada olanlar. Onlar istəyir. Learned. Bought. Bunları əzbərləməlisiniz. Come, came, come. 3-cü forması da come'dır. Qaydalıdır bu. Begun. 3-cü forma budur. Write the negative forms of the sentences. Cümlələrin inkar formasını istəyir. The company has just released a new version of the software. Olacaq. The company has not just. Bir dənə not artırsız oldu inkar. They have driven to that town several times this year. They have not driven. Daha cümlələri köçürmürəm. Yes. Sonra baxmıyorum bu nədir belə. 6, indi 7-ci tapşırığa baxırıq. Complete the gaps, present perfect forms. İndiki bitmiş zamanı istəyir. I have. İndiki bitmiş zaman necə düzəlir uşaqlar? Have, has. Daha demirəm has harda, have harda. Bilirsiniz onu. Üstə gəl. Fe'l sifət. Valideynlər də valla bekar qalıblar. Bu qədər bekarçılıq olar. Nə qədər adam mesaj yazar. I have learned. He has taught. Qəribə məhdəl qalır. Bunların yəni qohumda, əqrəbada adamı yoxdur. Danışası bütün günü telefonlar, valideyn qrupunda otururlar. She has started. They have lived. Find a mistake in each sentence and correct it. Hər cümlədə səhvi tap və düzəlt. Uşaqlar ayla has olmaz, have olacaq. Budur səhv. She has gave olmaz, gave keçmiş zamanda olacaq burada given. We has tried, we has olmaz, we have. Make up a sentence for she deməli mübtədadır. Sonra has xəbər recorded. She has recorded a new song.
She has recorded for her en son yeni mahnı albomu üçün. For her album. Rize şurada çözü krok. Mətn oxuyur və düzgün variantı seçir. Hi Alex, salam Alex. I wanted to remind you about the book club meeting this week. Bu həftə olacaq kitab klubu görüşü barədə sənə xatırlatma etmək istəyirəm. It is on Thursday evening at 6 p.m. in the library. O, deməli, cümə axşamı saat 6-da kitabxanada olacaq. We'll be discussing the novel Pride and Prejudice. Biz Pride və Prejudice əsərini deməli, discuss edəcəyik, müzakirə edəcəyik. Don't forget to bring your copy of the book. Sən öz kitab nüsxəni gətirməyi unutma. Hope to see you there. Orada səni görməyi ümidi ilə, xoş arzularla, Sofia. The book club meeting is on Wednesday. Xeyr, Wednesday deməli, Thursday dedi. Ona görə də nə deyir? Bizdən nə istəyirdi? Düzgün variantı seçin. A variantı səhvdir. Alex forgot to bring the book. Alex kitabı gətirməyi unutdu. Xeyr, deyir ki, unutma. The meeting will take place in the library, yes. Meeting, library, kitabxanada olacaq, bəli. The book being discussed is Jane Eyre, xeyr. Müzakirə olunacaq kitab Jane Eyre deyil. Sophia hosted the book club at her house. Sophia bunu evində keçirəcək, xeyr. Bu qədər yox. Bir dənə mətn var imiş. Dear Lily, salam Lily. I hope you are having a great week. Ümid edirəm möhtəşəm bir həftə keçirirsən. I wanted to invite you to a movie night at my place. Mən səni öz yerimdə bir film gecəsinə dəvət etmək istəyirəm. It's happening on Friday at 7 p.m. O cümə günü saat 7'də olacaq, axşam saat 7'də. We'll watch the latest adventure film and have some snacks. Biz axırıncı macəra filminə baxacağıq və atışdırmalıq da yeyəcəyik. Let me know if you can make it. Mənə xəbər elə görüm, səndə də aldarımı gəlmək. Take care, özünə yaxşı bax, Ben. Lily invited Ben to a party. Lily beni dəvət edib. Xeyr, Ben dəvət edir. Baxın, burada məktubu yazan da axırda olur. The movie night is on Friday. Bəli. Movie night cümə gündür. They will watch a romantic comedy. Onlar romantik komediyə baxacaqlar. Xeyr. The event starts at 7 a.m. 7'də başlayır. AM-də yox, PM-də başlayır. AM səhər deməkdir. The movie night is taking place in a theater. Xeyr, teatrda deyil, qızın öz evində və ya öz məkanında. Belə bir şey, at my place deyir. Bu qədər uşaqlar. Videoları bəyənin, kanala abunə olun, paylaşın ki, daha çox adam izləsin. Sağ olun.